Əziz dostlar, biz bu günləri Qazağımızın Çaylı kəndinin şair oğlu Rafael müəllimi ziyarət eləməyə gəlmişik. Onun qonağıyıq. Rafael müəllimi sosial şəbəkədə tanıyanlar tanıyır, tanımayanlar da bilsinlər ki, Rafael müəllim, şair Rafael bizdə bir şair olubdu, Həvəskar adında. O da çox təbili bir şair olub. Ondan sonra Qazax rayonunda yetişən, bu günləri yaşayan, yazıb yaradan ən təbili, ən istedadlı şairlərimizdən biridir. Rafael müəllim, sizi xoş gördük. Sizinlə gəldik, görüşək, hal-əhval tutaq, sizinlə yaxından tanış olaq. Sizin şeirlərinizə biz hamımız bələdiyik. Mən də sizin dostunuzdayam, gözəl bilirəm. O cümlədən bu günləri mənim yanımda olan gözəl müxbirlərimiz bu günləri mənlə bir yerdədir. Gözəl qonşum, qohumum bizlə bir yerdədir. Sizə can sağlığı arzulayırıq. Can sağlığı arzulayıram. Və arzuluram ki, siz o gözəl şeirlərinizi yazmağa davam edin. Və sizə əl yazmamda olan bir dənə kiçik hədiyyəm var. Bilirəm, onun cavabsız qalmayacaqdı, ancaq onu demək ürəyimlə gəldi. Eloğlu adında bir şeir yazmışam sizə. Şair dostum Rafael Əhmədova xoş arzularla. Gəldim görüşünə əziz Eloğlum. Dil açsın, dillənsin, sazın, söhbətin. Bir şair oğlusan bu məmləkətin. İlham aldın el obadan el oğlu. Vətən oğlu, heç vətənsiz gəzmədin. Bir gülü də, bir çiçəyi də əzmədin. Qəlbini düz tutub, heç vaxt bezmədin. Küsüb incimədin, dostdan el oğlu. Söz mülkündə baş vurmusan dərinə, vaqif oldun küllü aləm sərinə. Rayət də heyrandır şeirlərinə. Olmursan dillərdə dastan el oğlu. Bax, Rafael müəllim dillərdə dastan olan bizim şairlərimizdəndir. Var ol. Yaşa günə, yarat günə. Bax, bu günləri sizinlə gəlib görüşməyimiz də bizdən tərs çox xoşdur. Həqiqətən ki, xoşdur, gözəldir. Danış görək, indi nədir? Gələcək planların, gələcək fikirlərin, gələcək işlərin, təzə şeirlərin nəzarından nəsə? Şeiri daha bilmirəm. Eləcə öz sözlərimlə deyinə, neybi yoxdur. Eləcə bir fikriniz çatdır, gələcək işlərin, nə armaq istəyən, nə eləmək istəyən. Mən eşitdiyimə görə bir kitabımı da çıxartdırmaq istəyirəm. İnşallah. Çünki sənin xeyli şeirlərin var, bu kitab halında çıxsa pis olmaz. Yəni oxucular o kitabı əldə edib canlı-canlı oxuya bilərlər. Bir şeir deyim. De. Nə durar dayanar, nə də yorular. Elə bir su kimi axar bu günlər. Görərsən birazın nəğməyə bənzər. Cəhdə üfüqləri aşar bu günlər. Saysaq da ömründən dəqiqələri, odur yola salan qərinələri. Yaşadıb özündə xatirələri, arxadan boylanıb baxar bu günlər. Qərib axşamların həyanı olar, açılan sabahın dastanı olar. Gedən kərvanların sarvanı olar, bu yorğun yolları yorar bu günlər. Doğular ürəkdə nə qədər arzu, səsləyib sabaha aparar bizi. Qalar çəmənlərdə, çöllərdə izi, hərdən qarşımıza çıxar bu günlər. Rafael qəmlərin sirdaşı olur, görənlər söyləyər bu naşı olur. Əriyib gözümdə göz yaşı olur, gizlicə qəlbimə axar bu gün. Həqiqətən ki, Sağ olun. Deləm, hə. sağ olun ki, mən sahib gəlibsiniz. Mən bu Rayət müəllimə, onun qardaşlarına öz minnətdarlığımı bildirim. Çox şərif. Sağ ol. Var olun. Rafael müəllim mənim şair dostumdur. Onun bir şeirini, bir bəndini deyəcəm, elə yerinə düşər burada. Deyir ki, məzun xəyallarım bu dağı gəzər. Dağlar yaşıl geyər, bu dağı gəzər. Bağbanda adətdir, bu dağı gəzər. İstər nübarından, ay üzə. Bax, bu şirin şeiridir. Ona bir cavab ver. Təzniş dilə bil, eləmi? Təzini